Hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün 30 apreldir, baharın ən rəngli aylarından birini yola salırıq. Aprelin bu son günü kainat bizə sanki bir yekun hesabat təqdim edir. Köhnə enerjiləri təmizləmək və may ayına təzə ümidlərlə addımlamaq üçün göy üzü bizə hansı fürsətləri yaradır? Ulduzların bugün üçün hazırladığı o maraqlı mesajları gəlin birlikdə öyrənək. Bürclər, 30 aprel proqnozu. Qoç. Əziz qoçlar, apreli bitirərkən daxili enerjiniz sanki bir vulkan kimi qaynayır. Bugün yarımçıq qalmış bütün işlərinizi sürətlə yekunlaşdıra bilərsiniz. İş mühitindəki qətiyyətli duruşunuz rəqiblərinizə belə geri addım attıracaq. Lakin emosional tərəfdən biraz daha həssas ola bilərsiniz, sevdiyiniz insanla kiçik anlaşılmazlıqları böyütməməyə çalışın. Maddi məsələlərdə isə özünüzə biraz fren qoymağınız məsləhətdir. Gələcək planlarınız üçün bugün atılan toxumlar may ayında böyük bir bəhrə verəcək. Buğa, dəyərli buğalar, bugün sizin üçün əsl şans və bolluq günüdür. Ayın son günündə kainat sanki sizə bir hədiyyə hazırlayıb. Şəxsi münasibətlərinizdə hüzur və sabitlik hökm sürür. Əgər ürəyinizdə kimsə daşıyırsınızsa, bugün hisslərinizi ifadə etmək üçün möhtəşəm bir zamandır. Maddi baxımdan gözləmədiyiniz bir yerdən gəlir əldə edə bilərsiniz. Sağlamlığınıza və estetik görünüşünüzə vaxt ayırmaq sizi ruhən yeniləyəcək. Apreli bu cür pozitiv bir notda bitirmək sizə böyük bir motivasiya qazandıracaq. Əkizlər, sevgili əkizlər, 30 apreldə zehniniz hər zamankından daha iti və parlaqdır. Bugün yeni bir ideya üzərində işləmək və ya uzun müddətdir həll edə bilmədiyiniz bir problemi məntiqlə yoluna qoymaq üçün ideal gündür. Ünsiyyət bacarığınız sayəsində sosial mühitdə parlayacaqsınız. Lakin biraz yuxu rejiminə və dincəlməyə ehtiyacınız ola bilər, enerjinizi tükətməməyə çalışın. Axşam saatlarında dostlarınızdan gələcək sürpriz bir təklif planlarınızı müsbət mənada dəyişdirə bilər. Yeniliklərə qucaq açın. Xərçəng, əziz xərçənglər, bugün duyğularınız və intuisiyanız sizin ən yaxşı rəhbəriniz olacaq. Aprelin son günündə daxili dünyanıza çəkilmək, biraz meditasiya etmək və ya sadəcə özünüzlə baş-başa qalmaq sizə çox yaxşı gələcək. Ailə daxilində səmimi və isti münasibətlər gününüzü rəngləndirəcək. İş həyatınızda isə bir qədər təmkinli olmağınızda fayda var, tələsik qərarlar sonradan peşmanlıq yarada bilər. Maddi baxımdan biraz qənaətcil davranmaq may ayı üçün daha yaxşı bir başlanğıc təmin edəcək. Qəlbinizin səsinə güvənin. Şir, dəyərli şirlər, bugün xarizmanız və liderlik bacarığınız hər kəsin diqqət mərkəzində olacaq. 30 aprel tarixində özünüzü sanki səhnədəymiş kimi hiss edə bilərsiniz. Karyeranızda böyük bir sıçrayış etmək üçün bütün şərtlər sizin xeyrinizədir. Lakin ətrafınızdakı insanların rəylərinə qarşı da biraz diqqətli olun, təkəbbürdən qaçaraq daha çox əməkdaşlığa yönəlin. Romantik münasibətlərdə isə partnyorunuzun sizə hazırladığı kiçik bir sürpriz günün ən yadda qalan anı ola bilər. Öz gücünüzə inanın və hədəflərinizdən geri çəkilməyin. Qız, sevgili qızlar, bugün intizam və mükəmməllik axtarışınızın zirvəyə çatdığı bir gündür. Aprelin son günündə işlərinizi tamamilə sahmana salmaq və yeni ay üçün təmiz bir səhifə açmaq istəyəcəksiniz. Detallara olan fokusunuz bugün sizi böyük bir səhvdən qurtara bilər. Sağlamlığınızla bağlı kiçik bir kontrol və ya yeni bir pəhriz proqramına başlamaq üçün əla zamandır. Şəxsi həyatınızda isə biraz daha romantik və esnek olmağa çalışın, həyat hər zaman rəqəmlərdən və planlardan ibarət deyil. Hüzuru daxilinizdə kəşf edin. Tərəzi. Əziz tərəzilər, bugün harmoniya və gözəllik ruhunuzu oxşayacaq. 30 apreldə sosial həyatınızda çox aktiv ola bilərsiniz, yeni tanışlıqlar və maraqlı görüşlər sizi gözləyir. İnsanlarla quracağınız diplomatiya və tarazlıq sizi ən çətin vəziyyətlərdən asanlıqla çıxaracaq. Maddi məsələlərdə gəlirlərinizdə müsbət bir hərəkətlilik ola bilər. Lakin özünüzü çox yormamağa və enerjinizi düzgün bölüşdürməyə çalışın.
Axşam saatlarında musiqi və ya sənətlə məşğul olmaq sizi tamamilə dincəldəcək. Həyatın rənglərinə qucaq açın. Əqrəb, dəyərli əqrəblər, 30 aprel sizin üçün çox dərin və strateji bir gündür. Gizli qalan məlumatların üstü açıla bilər və bu, sizə hadisələr üzərində tam nəzarət imkanı verəcək. Daxili gücünüz və sirli enerjiniz insanları sizin ətrafınızda toplayacaq. İş həyatınızda mühüm bir anlaşma və ya ortaq bir layihə gündəmə gələ bilər. Şəxsi münasibətlərdə isə ehtiras və səmimiyyət ön plandadır. Partnyorunuzla bir-birinizi daha dərindən anlayacaqsınız. Enerjinizi transformasiya edin və yenilənmənin dadını çıxarın. Ulduzlar bugün sizin yanınızdadır. Ox atan, sevgili ox atanlar, bugün sizin üçün azadlıq və macəra axtarışı günü olacaq. Apreli bitirərkən yeni səyahət planları və ya xarici ölkələrlə bağlı xəbərlər sizi çox həyəcanlandıra bilər. Optimist ruhunuz ətrafınızdakı hər kəsə böyük motivasiya verəcək. Lakin rəsmi işlərdə və ya sənədləşmələrdə diqqətli olun. Xırda detalları nəzərdən qaçırmayın. Şəxsi həyatınızda isə azadlığınıza olan bağlılığınız partnyorunuzla kiçik bir müzakirəyə səbəb olsa da, bunu xoş bir zarafatla həll edəcəksiniz. Həyatı bir macəra kimi yaşayın. Oğlaq, əziz oğlaqlar, bugün intizam, məsuliyyət və gələcək planları ön plandadır. 30 apreldə karyeranızda atdığınız hər bir addım çox möhkəm bir bünövrəyə söykənəcək. İşgüzar nüfuzunuzun artacağı bir gündür və rəhbərliyin etimadını tam qazanacaqsınız. Maddi məsələlərdə çox uğurlu bir planlama edə bilərsiniz, investisiyalarınızın bəhrəsini görməyə başlamaq sizi məmnun edəcək. Ailə məsələlərində isə sizdən biraz daha çox diqqət tələb oluna bilər. Soyuqqanlılığınızı qoruyun və hədəflərinizə doğru əmin addımlarla irəliləyin. Dolça, dəyərli dolçalar, bugün orijinallığınız və fərqli baxış bucağınız hər kəsi heyran edəcək. Aprelin son günündə sosial layihələrdə və ya dost qruplarında lider rolu oynaya bilərsiniz. Texnoloji yeniliklərlə maraqlanmaq və ya yaradıcı bir layihəyə başlamaq üçün mükəmməl gündür. Azadlığınızdan ödün vermədən paylaşmağın dadını çıxarın. Şəxsi münasibətlərdə isə qeyri-adi sürprizlərə hazır olun. Sizin üçün həyat hər gün yenidən kəşf olunmağı gözləyən bir sirrdir. Özünüz olun, çünki dünya sizin kimi fərqli düşünən insanlara möhtacdır. Balıq, sevgili balıqlar, bugün daxili dünyanızda möhtəşəm bir hüzur və ilham hakimdir. 30 apreldə yaradıcı işlərlə məşğul olmaq, şeir yazmaq, rəsm çəkmək və ya sadəcə xəyal qurmaq sizə mənəvi bir güc verəcək. Başqalarına qarşı göstərdiyiniz empatiya və şəfqət sizə yeni dostluqlar və hörmət qazandıracaq. Maddi məsələlərdə biraz daha ayıq olun, xəyallarla reallıq arasındakı o incə balansı qorumağa çalışın. Axşam saatlarında su kənarında və ya sakit bir yerdə tək qalaraq ruhunuzu qidalandırın. Kainatın sizə göndərdiyi mesajları anlamağa çalışın. Əziz izləyicilərimiz, aprel ayını bu cür ulduzlu və maraqlı mesajlarla yekunlaşdırırıq. Ümid edirik ki, 30 aprel tarixi sizin üçün yeni və parlaq bir başlanğıcın müjdəçisi olar. Aprelin bərəkəti həyatınızda qalsın, mayın işığı isə artıq indidən yolunuzu aydınlatsın. Sabah may ayının ilk bürc proqnozu ilə yenidən görüşənədək sevgi ilə qalın, ulduzunuz həmişə parlaq olsun.